Pringles'lı şokolad düzəltdik. Ki, lazım olan malzemələr Pringles və şokolad. Hər şey qırmızıdır. Dedim mən də qırmızı olur. Sana kırmızı çok yakışıyor. Bu arada əlavə şokolad da var. Onu da istifadə edəcəm. Bunu Pringles yemirəm. Keşfetdəki videolar kimi bunun hamısını doldurmayacağım böyük ehtimal. Şokolad nə qədər çatırsa o qədər eləyəcəm. Bir dənəsini dadına baxaq. Çox dadlıdır. Bu arada mən tuzlu şirin kombinasiyalarını çox sevirəm. Ona görə məncə bunu da çox bəyənəcəm. Ben Marie üsulu ilə şokoladları əridəcəm. Çoxu mikrodalğalı sobada da eləyirdi, amma mən bilmədim. Çünki ChatGPT deyir onu tez-tez qarışdırmalısan və s. Bilmirəm indi hansı üsulla eləyəcəm, amma eləyəcəm. Belə bir qazan götürdüm. Qazanı belə biraz su ilə, isti su ilə dolduracağam və şokoladları isə qırıb bunun içinə qoyacağam. Sonra bunu belə suyun içində Ben Marie ilə əridəcəm. ChatGPT mənə dedi ki, elə elə ki şokoladın içinə su keçməsin, şokolad kəsilər. Əslində mən dark şokoladla yemək istərdim. Sadəcə dark şokoladı hamı sevmirdi. Ona görə dedim elə südlü şokoladla yeyim. Qazanın içinə su qoydum. İndi isə bunu qazana yerləşdirəcəm. Ümid edirəm heç olmaz. Bunu biraz tez-tez qarışdırmaq lazımdır ki, üstdəki şokoladlar da alta keçib əriyə bilsin. Baxın uşaqlar, şokolad yavaş-yavaş əriyir. Şokoladım tam əridi. İndi isə bunu qutuya boşaldım. Əlim yandı. Biraz istidir. Bunu kənara bir 5-10 dəqiqə qoyacağım soyusun. Daha sonra isə buzluğa qoyacağım. Sabah isə bir yerdə dadına baxarıq. Sabahki gündən salam uşaqlar. Buzluqdan tam indi çıxartdım Pringles'ı. İndi gəlin bir yerdə yoxlayaq. Bunun görünüşü belədir. Mən şokoladı biraz nazik eləmişdim ki, şokoladın dadı cipsin dadını çox bastırmasın. İndi isə gəlin yoxlayaq. Dadı qəşəngdir həqiqətən. Belə çox wow, belə bir dadı yoxdur, amma həqiqətən dadını mən çox bəyəndim. Şirin duzlu kombinasiyalarını çox sevirəm. Bəlkə aromalı cipsi ilə falan daha fərqlidir. Altı duzlu kraker üstü şokoladlı bir şey yeyirmiş kimi bir hissiyatı var. Amma yenə də dadını bəyəndiyim bir tarif oldu.